Qulağınla yox, qəlbinlə qulaq as. Bəlkə Allah sənə rəhm eləyər. Xoşlamadığımız ölüm. Həqiqətən də heç kim xoşlamır. Oturub Allaha asilik eləyən, haramlardan yeyən və içən, günah, sağlıq deyən insanlara baxırsan, onlara deyəndə ki, Allahdan qorx, eləmə bu əməli. Deyir ki, bu da başladı yəni ölümdən danışmağa. Çünki ölüm sənin ağzının dadını qasır. Azanlar deyilir, Allahu Akbar, Allahu Akbar, La ilahe illallah. Namaza çağırılırsan, gedirsən işivə güzüvə, saymırsan bir dəfə də olsun Allahı. Lakin istəmədən belə Allah Teala səni aparacaq. Hətta sən Allaha yalvaracaqsan ki, Ya Rab, məni geri qaytar. Allah Teala xəbər verir ki, onlardan birinə ölüm gəldiyi zaman, ey Rəbbim, məni geri qaytar. Yaxşı, sənə sual çıxmalıdır. Ne üçün Allahdan geri qayırmaq istəyəcəksən? Yarımçıq qalmış evlərimi tikməyə, evləndirmədin uşaqları evləndirməyə və yaxud da elədiyin günahları təkrarlamaq üçün? Xeyr, gör nə deyəcəksən Allah Teala'ya? Ləalli ə'məlu salihan fīmə tərakt. Dünyada salih əməllər demişdin ey Rəbbim. Mən heç birinə əməl eləmədim. Rasul göndərmişdin. Mənə vaxt vermişdin, mən əməl eləmədim. İcazə ver gedim eləyim. Lakin gör Rəbbin sənə cavab verəcək.